Rusiyada yaşamaq və işləmək istəyən əcnəbilər üçün xərclər kəskin şəkildə artırılır. Belə ki, Rusiya Maliyyə Nazirliyinin hazırladığı qanun layihəsi artıq hökumət komissiyası tərəfindən bəyənilibdir. Hökumət xarici vətəndaşlar üçün nəzərdə tutulan dövlət rüsumlarının dəfələrlə artırılmasını təsdiqləyibdir. Yeni tariflərin 1 iyul 2026-cı il tarixindən etibarən tətbiq olunması planlaşdırılır. Dəyişikliklər həm vizaları, həm də ölkədə qalmaq üçün tələb olunan sənədləri əhatə edir. Ən kəskin artım Rusiya vətəndaşlığına qəbul və ondan imtina prosedurlarında müşahidə edilir. Bu xidmət üçün rüsum 4200 rubldan birbaşa 50.000 rublə qaldırılır. Yəni, Rus vətəndaşlığını almaq üçün 50.000 rubl ödəmək lazım olacaqdır. Bundan başqa yaşayış icazəsinin, yəni VNJ-nin qiyməti 5 dəfə artaraq 30.000 rublə, giriş dəvətnaməsinin rüsumu isə 8 dəfə bahalaşaraq 8.000 rublə çatacaq. Şirkətlər də əcnəbi işçi cəlb etmək üçün hər nəfərə görə 15.000 rubl ödəməli olacaqlar. Məlumata görə 90 günədək ölkədə qalmaq istəyən miqrantlar çox dəfəli giriş vizası üçün isə əvvəlkindən 3 dəfə çox, yəni 6.000 rubl ödəməli olacaqlar. Ekspertlərin fikrincə Rusiyada sənəd almaq və vətəndaşlıq qazanmaq istəyən şəxslər bu ilin yayından etibarən dövlətə indikindən 12 dəfəyə qədər daha çox pul ödəməli olacaqlar. Bu da ölkəyə gələn işçi sayının azalması ilə nəticələnə bilər.